Azərbaycanda struktur islahatlarının aparılmasıyla bağlı müəyyən fikirlər səsləndirilir, müəyyən məlumatlar verilir. Müəyyən nazirliklərin ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəhər Salımı və Arxitektura Komitəsi ilə birləşdiriləcəyi ehtimalı var. Bununla bağlı məlumat yayılıb. Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsinin birləşdirilib, Milli Gəlirlər Nazirliyinin yaradılacağı ilə bağlı fikirlər səsləndirilir. Siz bu təkliflərə, fikirlərə necə baxırsınız? Ehtiyac varmı Azərbaycanda bu cür struktur islahatlarına? Mən düşünürəm ki, indi təbii ki, dövlət orqanları düşünür, müzakirə eləyirlər və nəyisə məqbul, nəyisə qeyri-məqbul görürlər. Və məsələn, Gömrük Komitəsinin elə Gömrük Komitəsi olaraq qalmasının tərəfdarıyam. Onun birləşdirilməsinin tərəfdarı deyiləm. Bir. Vergi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin tərkibindən çıxarılmasının tərəfdarıyam. Necə ola bilər ki, İqtisadiyyat Nazirliyi sahibkarlığa kömək edir. Sahibkarlığı iqtisadiyyatımızı inkişaf etdirməlidir. İqtisadiyyatı kim inkişaf etdirir? Sahibkar. Eləmi? Bəli. Biznes. Verginin işi nədir? Biznesdən tutub pul almaq. Daha çox pul alıb vergi almaq. Bu iki qurum bir-biri ilə tərs mütənasib olan bir qurumun tərkibində necə ola bilər? Onda İqtisadiyyat Nazirliyi sahibkarlığı necə inkişaf etdirə bilər? Ona necə sahib çıxa bilər? Məntiqlə sual verirəm. Vergi sahibkarı ürəyini dartıb çıxartmaq istəyir. İqtisadiyyat Nazirliyi də onun ürəyini daha da inkişaf etdirmək istəyir, ritmini artırmaq istəyir. Onu böyütmək istəyir, inkişaf etdirmək istəyir. Necə ola bilər ki, demək ki, İqtisadiyyat Nazirliyi Vergi Nazirliyinin yanında dayanacaq ki, daha çox vergi toplasın. Bu bir-birinə zamanında bu bir düzgün verilmiş qərar olub. Şəffaflıq yaratmaq baxımından və s. mən düşünürəm ki, bugün vergilər xidməti şəffafdır. Xeyli şəffafdır. Hər bir problemlər ola bilər, amma şəffafdır. Mən onların artıq şəffaf bir qurum olduğuna əminəm ki, şəffaf şəkildə fəaliyyət göstərirlər. Və təbii ki, orada sahibkarları incidirlər, daha çox vergi toplamaq istəyirlər, bir çox məsələləri nəzərə almırlar, elə vergi, amma vergini sən toplamaq üçün sahibkar olmalıdır. Sahibkarın bugün ciyərini dartıb çıxardandan sonra sabah kimdən vergini alacaqsan? Ona görə də, amma indi ona görə də Vergilər Nazirliyi ayrı bir qurum olmalıdır. O, məsələn, verilə bilər Daxili İşlər Nazirliyinin tərkibinə, Amerikadakı kimi. Məsələn, çünki hər bir o cür orqanların tərkibində istintaq şöbələri var. Hər bir nazirlik özünə bir istintaq şöbəsi yaradıb cinayət araşdırmaqla məşğuldur. Ölkədə bir cinayət axtaran bir orqanı var da. Bu da ki olur. Ona görə zamanla İstintaq Komitəsinin yaradılmasına bağlı təkliflər verilir. Bəli, mütləq şəkildə bir vahid İstintaq Komitəsi olmalıdır və bütün istintaq da onun tərkibində olmalıdır. Hər bir nazirlik özünün istintaq şöbəsini yaradır, komissiyasını yaradır. Onlar da əllərinə qılıncalab düşürlər insanların canına. Elə şey olar. Bu dünyanın heç bir yerində belə bir şey yoxdur. Ona görə bu mərkəzləşməlidir. Bax, bu cür islahatları mən məqbul sayaram. İndi kimlər hansı təklifləri verir, hansı cəhətdən verirlər, mən düşünürəm ki, ümumiyyətlə o cür təkliflər, ümumiyyətlə nazirliklərin birləşdirilməsi, müxtəlif o təmərküzləşmə məsələlərində mütləq şəkildə çox ciddi dinləmələr olmalıdır, müzakirələr keçirilməlidir, müxtəlif platformalarda xalq da sözün deməlidir. Ən azından, məsələn, bir sorğu şəklində və müzakirə şəklində onlayn bir platformalar yaradılmalıdır. 10 milyon xalq var burada. Qoy fikrini desin o da. Mütəxəssislər var, fikirlərini əsaslandırsınlar. Niyə onu ancaq 1-2 nəfər qəbul eləməlidir? 4-5 nəfər oturmalıdır. Lap 10 nəfər oturmalıdır və 10 milyonun yerinə qərar verməlidir. 10 milyonun yerinə referendum qərarı verə bilər. Və xalqın adından və xalqın seçdiyi və xalqın mandat verdiyi prezident edə bilər. Və bir də xalqa mandat verdiyi parlament qərarları qəbul edə bilər. Yoxsa 10-15 nəfər oturur orada deyir belə olmalıdır və deyir burada qəbul etməlisiniz. Mən bunu qəbul etmirəm.